Allah bir dənə günah çıxardır. Günah bu məqamda Allahın sığalıdır sənin başına ki, qayıt yerivə. Bir dənə zərbə dəyir ki, mən buyam. Hədis var belə. Əgər sən özündən razı olmasaydın, hər hansı bir mömin, mömin günah eləməzdi. Allah bəzən günahın yolunu özü açır. Çünki görür ki, sən yaxşılıqlarla xarab olursan. Yaxşılıqların səni xarab eləyir, bədbəxt eləyir. Onda özvə tanıtdırmaq üçün ki, sən kimsən, bir dənə bəzən sadə günahı qabağa çıxardı, ilişib qalırsan. Bilirsən, indi yerinə aldı hər şey. Əgər bu hal səndə yaranmasaydı, o günahların heç birini eləməyəcək. İlahi, mən səndən razıyam. Çətinliklərindən də razıyam, amma bəzi çətinliklər var ki, qorxuram o çətinliklərlə məni üzləşdirsən, narazı qalaram. Ona görə o problemləri məndən uzaq. Mən səndən razıyam, amma bəzi problemlər var, tutumum azdır, özümü tanıyıram. Düzəlməyim də çətindir. Özümü tanıyıram ki, bax, bu imtihanda qorxuram ki, narazı qalam, o imtihana məni çəkmir.